Əgər o həqiqətən də mənim ürəyimə dəyibsə və mən əgər bu mövzuda onunla danışmaq istəsəm, birdən yenidən mənə kobudluq edərsə, onda nə olacaq? Yaxşı, bəs nə cür danışmaq lazımdır ki, həqiqətən də böyük bir davadalaş yaranmasın? Sizə sadə bir çıxış yolu təqdim edəcəm. Əgər əvvəllər siz ona müraciət edərkən deyirdiniz ki, sən necə bir insansan ki, bunu etdin? Axı sən bunu necə edə bilərdin? Mənə qarşı bunu niyə belə etdin? Misal üçün fərqli bir ifadələrdə onu tənqid edəcəksinizsə, o da təbii ki, müdafiə olunmağa çalışacaq. Yox, əgər siz bu məsələni tamamilə bir başqa tərəfdən üzə çıxarsanız, onunla danışarkən diqqəti ona tərəf deyil, onu tənqid edərək deyil, yalnız öz üzərinizə, öz hisslərinizə çəkə bilərsinizsə, o zaman artıq xeyir siz tərəfdə olacaq. Əzizim, sən keçən dəfə bu sözü işlədəndə mənim nəsə hisslərimə çox pis təsir etdi. Bütün günü özümə gələ bilmədim. Bilmirəm niyə bu söz axı mənə təsir etdi. Doğrudan da çox həssas olmusan. Hər söz xətrinə dəyir. Doğrudan bu söz sənə təsir etdi. Artıq diqqət sizin istiqamətdədir. O öz davranışında nə isə dəyişmək üçün düşünməyə başlayacaq. Amma əgər artıq problem yaşanılıbsa, o zaman münasibətlərinizin ilkin diaqnostikasına başlamalısınız. Bunun üçün həftənin ikinci günləri əyani konsultasiyalarıma xüsusi bir endirim olunacaq. Məncə bu fürsətdən faydalanın və münasibətlərinizi yeni bir mərhələyə çıxarın.